Bəhrəm Mansurov Azərbaycan xalq musiqisini ürəkdən sevən, ona böyük hörmət edən və hətta deyərdim ki, keşiyində bir əskər kimi inamla dayanmış sənətkarlarımızdandır. Tarzan Bəhrəmin əsl mənada öz mızrabı, öz sarı sini və özünə məxsus olan güclü biləyi vardır. Mən dəfələrlə onun məlahətli çalğısından, xanəndələrimizi ustalıqla müşayiət etdiyindən xeyli ləzzət almışam. Yeri gəlmişkən demək istəyirəm ki, Bəhrəmin bir xüsusiyyəti də var ki, onu Respublikamızın başqa tarzanlarından ayırt etmək çox çətin deyil. Çünki onun öz üslubu, daha doğrusu öz sənət mənliyi vardır. Bax, elə buna görə də Bəhrəmin çalğısını biz hamımız alqışlayırıq. Tarzanlarımızın içərisində Bəhrəmin sənət cığırına mən çoxdan xüsusi hörmət bəsləyirəm. Və onun muğam sənətimiz, xüsusən gənc müğənnilərimizin yetişməsi və inkişafı üçün çəkdiyi zəhmətini yüksək qiymətləndirirəm. Bəhrəm Mansurov özündən qocaman xalq ustadlarımız Qurban Primov, Seyid Şuşinski, Xan Şuşinski və başqa sənətkarlarımızla birlikdə xalqımızın muğam sənətini bəzəyir. Ustadın yetişdirdiyi bacarıqlı tarzənlərdən bir çoxu Respublikamızın müxtəlif musiqi ocaqlarında çalışır, milli mədəniyyətimizin ənənələrini davam etdirir.
Bu cavanlar arasında Tarzənin övladları da var. Onlar incəsənətin müxtəlif sahələrində təhsil alırlar.